Konstitusiya və suverenlik ili çərçivəsində daha bir tədbir Ağcabədi rayon Mərkəzi Xəstəxanasında keçirilib. 8 noyabr Zəfər günü münasibətilə keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Xəstəxananın direktoru Elnur Abdullayev çıxış edərək Zəfər gününün xalqımız üçün tarixi əhəmiyyətindən, qəhrəman oğul və qızlarımızın vətən uğrunda göstərdiyi şücaətdən danışıb. Daha sonra tədbirdə çıxış edən həkimlər Çingiz Həsənov, Yaşasın Haqverdiyev, Rüstəm Tanrıverdiyev, Gülnar Həsənova, Fuad Təhməzov, Azər Sadıqov, Surxay Sultanov, baş tibb bacısı Rübabə Səfərova, tibb bacısı Sevinç Hüseynova, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı İlahə Qasımova və Vətən müharibəsi iştirakçısı Vəli Mənsimov zəfərimizin mənəvi dəyərindən və şəhidlərimizin xalq yaddaşında əbədi qalacağından danışıblar. Tədbirin sonunda Zəfər gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.